Axşam efirdə günün nəbzi proqramıdır. Son dövrlərin müşahidəsi və araşdırmaları göstərir ki, bütövlükdə Azərbaycan səhiyyəsində maddi texniki bazanın yeniləşməsi, müasirləşməsi prosesi gedir. Amma ayrı-ayrı sahələr var ki, bu sahələrdə təkcə maddi texniki baza deyil, o cümlədən mütəxəssislərin və bu sahələrin verdiyi effektə görə onlar artıq dünya səviyyəsinə qalxmağa iddialıdırlar. Belə sahələrdən biri də onkologiya sahəsidir. Ona görə də bugün biz Azərbaycan səhiyyəsində onkoloji deməli xəstəliklərlə mübarizə və müalicəsi ilə bağlı məsələlərdən və onun bugünü və perspektivindən danışacağıq. Studiyada qonaqlarımız Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Əbdülrəhimov, Ümumi Onkologiya, Milli Onkologiya İş Mərkəzinin Ümumi Onkologiya Şöbəsinin müdiri Samir Qurbanov, Abdominal Onkologiya Şöbəsinin müdiri Niyazi Əskərov və Biokimiya Laboratoriyasının rəhbəri Ali İhsan Karadəniz və nəhayət Hollandiyadan dövlət xətti ilə dəvət olunmuş konsultant, müşavir, deməli, Professor Rudolf Kraustur. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Azad müəllim, əvvəl ondan başlayaq ki, müqayisə eləyək. Yəni, düzdür, təkcə müqayisə həmişə, heç də həmişə düz olmur. Amma hər halda müqayisədən başlayıb başqa təhlili istiqamətlərə gedək. Bizdə onkologiya hansı vəziyyətdə idi və biz müstəqillik dövrümüzdə və bu yenilənmə dövründə, yeni quruculuq dövründə biz hara gəlib çıxmışıq? Gəlin əvvəl elə maddi texniki bazadan başlayaq. Birincisi, mən onkologiyanı ümumi səhiyyədən ayırmaq istəməzdim. Ümumi səhiyyə barəsində bir iki kəlmə demək istəyərdim. Deməli, müstəqilliyimizdən öncəki dövr ki vardı. Biz Sovet səhiyyə sisteminin tərkibində idik. Onda bəlli bir bizim vəziyyətimiz var idi. Mən onun üzərində dayanmaq istəmirəm. Amma ümumiyyətlə 80-ci illərdən başlayaraq, 80-ci, 90-cı illərdə bütün dünyada səhiyyə çox sürətlə inkişaf eləməyə başladı. Bu, ultrasəs avadanlığının meydana çıxmağı, ondan sonra kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, bu cür müayinələrin əmələ gəlməyi, bunların ortaya çıxmağı diaqnostik imkanları artırdı və təbii ki, bunlarla bərabər müalicə imkanları da artdı və səhiyyə çox sürətlə inkişaf eləməyə başladı. Təəssüf ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bütün bu məlum proseslərlə əlaqədar Sovet İttifaqının dağılması və onun yerində əmələ gələn bizim də dövlətimiz müstəqilliyi əldə edən zaman biz o proseslərdən o obyektiv səbəblərə görə geri qalmağa başladıq və çox geri qaldıq. Amma 90-cı illərin ortalarından hardansa deməli, müstəqilliyimiz tam bərkəyəndən sonra yəni ki, uzaq perspektivlərə baxanda, indi mən onu deməyə bilmərəm, bizim Ulu Öndərin o zamanda, yəni uzaq görən siyasəti elə ondan ibarət idi ki, artıq səhiyyə də dövlətin imkanları əmələ gələn kimi səhiyyə müəyyən yatırımlar qoyulmağa başladı. Və bu səhiyyənin ilk öncə maddi texnikin bazasının artmağına və ən başlıcası kadrların hazırlanmağı. Çünki kadrsız, siz bilirsiniz ki, maddi texniki bazanı yaratmaq, ona ancaq pul lazım olursa, kadrların hazırlanması üçün bununla bərabər eyni zamanda bir xeyli vaxt da, zaman da tələb olunur. Və belə deyək, 90-cı illərin sonra, ələxüsus 2000-ci illərdən başlayaraq Azərbaycan çox sürətlə bu səhiyyə sahəsində inkişaf eləməyə başladı. Mən bütün səhiyyə barəsində danışmaq istəmirəm, onkologiya barəsində istəyərdim danışam ki... Bugün bizim maddi texniki bazamız hansı səviyyədədir və bu səviyyə bizə bütün xəstəliklərə diaqnoz qoymaq imkanı verirmi? Bir, və bütün xəstəliklərə aktiv müdaxilə eləmək, cərrahiyyə və yaxud da başqa cür formada müdaxilə eləmək imkanlarımız varmı? Bəli, bunu tam əminliklə indi deyə bilərik ki, bugünkü bizim maddi texniki baza və kadr potensialı imkan verir ki, bizim sahəyə aid olan bütün xəstəlikləri aşkarlamağa, onların vaxtında aşkarlamağa, onların diaqnostikasını və sonradan onların müalicəsini aparmağa imkan verir. Və deyərdim ki, indi artıq bizdə müalicə Avropa protokolları ilə aparılır. Bu, həm
cərrahi baxımdan, həm də ki Nə deməkdir Avropa protokolu? Avropa protokolları belə deyək də hər bir səhiyyə sahəsində dünyada müəyyən protokollar qəbul. Hər ölkənin özünün protokolları olur və hansı bir nozologiyadan, hər hansı nozologiyadan asılı olaraq həmin protokollara uyğun olaraq standartlar, belə həmin standartlar. Amma hər ölkənin özünə məxsus protokolları olur, o standartları. Yəni bütün ölkələrdə eyni standartlar qəbul edilə bilməz. Bu mümkün deyil. Hər ölkənin öz spesifikasını nəzərə alaraq. Və bizim həmişə çalışdığımız əlbəttə o olub ki, Avropanın aparıcı ölkələrində qəbul edilmiş standartlara yaxınlaşa bilək. Məsələn, əvvəl Sovet dövründə belə bir ifadə vardı. Məsələn, burada dedilər ki, biz müdaxilə edə bilmərik, aparın Moskvaya. Bu gün elə bir nəsə bir xəstəlik varmı ki, onkoloji xəstəlik varmı ki, biz ona deyək ki, biz bura qədərik, yəni buradan o tərəfə biz müdaxilə edə bilmərik, onu aparın, bilmirəm, İstanbula, Tehrana, Moskvaya, harasa. Çox gözəl sualdır İbrahim müəllim. Bu bizim bir ağrılı yerimizdir. Təəssüf ki, kifayət qədər maarifləndirmə, kifayət qədər hər yerə çatmadığına görə və yaxud bizim o köhnə belə deyək mentalitetimiz hələ yenə də harasa girmir. Stereotiplər bəli, mübarizə eləmək çox çətindir. Amma bugünkü gün mən əminliklə deyirəm ki, elə bir nozoloji forma yoxdur ki, onkologiyada onun diaqnostikasında, ya müalicəsində, müasir müalicəsindən söhbət gedir, biz bir çətinlik çəkə bilək. Bunların hamısını müdaxilə edə bilməyəcəyiniz bir sfera yoxdur. Belə bir sfera yoxdur və mən buna əminliklə deyirəm. Çox Samir həkim, siz yəni hər gün yəni ki əməliyyat aparan, yəni həkim kimi siz bu məsələni necə şərh edirsiniz, necə düşünürsünüz bu barədə? Sizin hansı bir çətinliyiniz varmı? Yəni ki bu cərrahiyyədə yaxud nədəsə belə deyək. Çətinlik baxımından heç bir çətinlik yoxdur. Niyə yoxdur? Bir, ona görə ki kifayət qədər mərkəzdə xarici təhsilli kadrlarımız var. İki, həmin kadrların işləməsindən ötürü maddi-texniki baza var, təkrarlamayın. Üç, orta və aşağı personalın bizim əməliyyat elədiyimizdən sonra əməliyyat elədiyimiz xəstələrə baxma imkanı var, yetişdirilmiş. Bu çox vacib şey. Kadrlarla bağlı məsələyə ayrıca, yəni ki, dayanacaq bunun üzərində. Bizim avadanlıqlar sizcə cərrah olaraq maddi texniki baza baxımından, dərmanlar və yaxud başqa. Yəni ki, bütün imkanlarınız varmı ki, o imkanlar ki, məsələn Almaniyada, Almaniyanın ən yaxşı klinikalarında var? Ehtiyacımız olan bir şey yoxdur. Nə istəsək əlimizin altındadır. İstənilən bir şey. Yəni, bir xəstənin müalicəsində istifadə oluna biləcək nə varsa, bütün resurslar varımızdır. İstər cərrahi baxımdan olsun, istər kimioterapevtik baxımdan olsun, istər radioterapiya baxımından olsun, istər diaqnostik baxımdan olsun. Siz hətta deyirdiniz, elə avadanlıqları var ki, hətta biraz əl əməyini belə deyək də, əməyi hətta sıradan çıxardan, yəni hər şey avtomatikləşdirilib. Tam doğru. Məsələn, nəyə demək olar? Uzun müddət əməliyyatxanaya gedən xəstələrdə biz bütün günü xəstələrlə bu məsələdə kontaktda olduğumuza görə onların istədikləri mövzular nədir? Məni əməliyyat stoluna götürüb qoyanda onurğamda ağrı var, belimdə ağrı var, yavaş götürün, yavaş qoyun. Məsələn, bizim mərkəzdə xəstəni əməliyyat stoluna qaldırıb qoymaq və ya əməliyyat stolundan qaldırmaq anlayışı yoxdur. Regionda ilk olaraq onkoloji mərkəzdə, region dediyimdə indiki MDB ölkələri daxil olmaqla transfer sistemi var. Xəstə əməliyyat masasına artıq öz yatağından keçir. Yəni yatağında yatdığı çarpayısı ilə transferə gətirilir, oradan heç bir müdaxilə olmadan avtomatik olaraq keçirilir. Bu bir. İkincisi, bugün onkoloji xidmət haqqında danışırıqsa, biz mütləq şəkildə histoloji müayinələr haqqında danışmalıyıq. Məsələn, Ventana avadanlığının alınması, histoloji müayinələrdə preparatların hazırlanması və immunohistokimyəvi müayinələr zamanı preparatların hazırlanmasında insan əməyini demək olar ki, sıfıra indirib. Yəni, insan faktoru yoxdur. Yəni, nə deməkdir? Biz bugün müayinə nəticəsində, immunohistokimyəvi müayinə nəticəsində yazırıqsa, misal üçün, müayinənin cavabı budur və altından bu Ventana aparatı ilə aparılmışdır. Bu, Avropanın istənilən ölkəsində sorğuya, suala ehtiyacı olmayan bir məsələdir. Yəni, bu müayinə təkrarlanmır. Brenddir, yəni bu sahədə deyil. Bəli. Çünki Ventana aparatı artıq qəbul olunmuş bir standartdır. Məsələn, o bir tərəfi var ki, Ventanada işləyə bilən mütəxəssisimiz varmı? Bəli, var.
avadanlıq alınmamışdan qabaq onkoloji mərkəzinin siyasətinə uyğun olaraq mütəxəssis ixtisasına uyğun olaraq təhsilini alır, döndüyündə mərkəzə avadanlıq alınır. Biz mütəxəssislərlə bağlı danışacağıq. Niyazi müəllim, buyurun siz. Mən də ümumiyyətcə nə deyim, ötən ilin 90-cı ildə ümumdünya səhiyyə sistemi bir inqilab kimi dəyərləndirilib, inqilab kimi qəbul olundu. 90-cı ilə kimi bir dövr, 90-cı ildən sonraki bir dövr. Səhiyyədə inqilab, yəni endoskopik, mal invaziv cərrahiyyə, bütün avadanlıqların köməyi ilə səhiyyədə sosial başqa bir dönüş yarandı. Amma çox təəssüf olsun ki, bizdə bu keçid dövrünə düşdüyümüz üçün bir qədər həmin ərəfədə boşluq yarandı. Ona görə də biz buna bir qədər gec yanaşdıq. Amma bizdə bugün inqilabın bütün İnqilabın bütün müsbət nailiyyətləri son 6-7 il demək olar ki, Azərbaycanda öz əksini tapıb, o cümlədən bizim Milli Onkoloji Mərkəzdə. Bu nədir? Endoskopik əməliyyatlar eləmək üçün bütün avadanlıqlar var. Məsələn, endoskopiya deyəndə, yəni kəsik aparmadan qarın boşluğunda, döş qəfəs orqanlarında olan əməliyyatlar. Endoskopik cərrahlarımız bizim, məsələn, mədədə polipləri, digər şişləri içərdən girib, görünmədən kəsib götürürlər və ən axırı isə laparoskopik əməliyyatlar. Elə bu inqilabın 90-cı ildə inqilabın qoyulması, inqilab adı verilmişdi, həmin laparoskopik avadanlıqların yaranması ilə əlaqəli. Həmin avadanlıqlar bizim mərkəzdə də var. Respublikada da demək olar ki, çox yerdə var. Bizim mərkəzdə həmin avadanlıqların hər şöbənin, məsələn, ginekologiya şöbəsi üçün ayrı avadanlıq var, urologiya şöbəsi üçün ayrı avadanlıq var, abdominal cərrahiyyə üçün ayrı avadanlıq var, torakal cərrahiyyə şöbəsi üçün öz avadanlıqları var. Və bu əməliyyatlar hamısı son 4 ildə demək olar ki, başlanılıb. Bu saat bir patok şəklində, axın şəklində bu əməliyyatlar yerinə yetirilir. Yəni açıq olmayan. Açıq olmayan əməliyyatlar. İnqilabın mahiyyəti də bundan. İnqilabın mahiyyəti ondadır ki, açıq əməliyyatlardan aralanmaq lazım və ancaq qapalı əməliyyatlara. Xəstəyə az zədə vermək, az travma vermək. Mahiyyət budur. Bir var xəstə böyük, məsələn, qarın boşluğu açılırdı, böyük kəsiyin açılırdı. Bu səfər xəstə bütün öz enerjisini verirdi həmin yaranın sağalmasına. Amma laparoskopiya olan əməliyyatlarda xəstə həmin o yarıya enerji vermir. Xəstə ancaq o zədə olan yerin düzəlməsinə enerjisini verir. Bir gün əməliyyat olub, səhər xəstə durub gəzir. Məsələn, bağırsaq əməliyyatları olur. Bu xəstə 3 gün, 4 gün yatmalıdır. Bu xəstə sonraki ağırlaşmalar gözlənir. Əgər bir gün əməliyyat olursa, artıq xəstə durub yeriyir. 4-5 günün xəstə evə gedə bilər. Və əməliyyat da tam öz əksini tapır, müsbətliyin tapır. Məsələn, xırda bir işlər üçün, xırda bir patologiya üçün qarın boşluğu tam açılmır. Və bu da bizdə yerinə yetirilir. Demək olar ki, səhiyyəmiz son illər ümumi səhiyyə. Azərbaycanda 15 il bundan əvvəlki səhiyyə deyil, 10 il bundan əvvəlki səhiyyə deyil. Tamamilə dəyişmişdir. 180 dərəcə dəyişmişdir, demək olar. Çox sağ olun, təşəkkür edirəm. Bu, doktor Əli İhsan Karadeniz. Siz özünüzü, yəni ki, əvvəl Türkiyədə işləmişsiniz. Evet, Türkiye'de işledim. Ben İstanbul Teknik Üniversitesi Kimya bölümünü bitirdim. Aha. Ondan sonra Çapa Tıp Fakültesi'nde biyokimya ihtisası yaptım. Ondan sonra birçok yerlerde çalıştım. Yeditepe Üniversitesi, Johns Hopkins gibi. Ondan sonra da 5 yıl önce buraya geldim ve 5 yıldır buradayım. 5 yıldır buradasınız. 5 yıldır buradayım. Biraz önce sorduğunuz sualin karşılığını isterseniz Buyurun, bir de buyurun. benim açımdan söyleyeyim size. 5 yıl önce geldiğimde nasıldı, şimdi nasıl gibi laboratuvar sektöründe. Şimdi 5 yıl önce geldiğimde ben bir prezentasyon yapmıştım. Yani Türkiye ile Azerbaycan'ı karşılaştırmıştım. O zamanlarda Azerbaycan'da Karşılaştırmak bizde yani bir mukayese ile. mukayese etmiştim. Evet, mukayese etmiştim. Hala 5 yılda öğrenemedim. Belki çok kolay diyorlar Azerice, Türkçe. Ama bazı kelimelerin farklı anlamları oluyor. Onun için yani özür istiyorum bir hatam olursa. Şimdi 55 değişik test istiyordu hekimler o zamanlar. 55 tane farklı test rutin olarak isteniyordu. Halbuki Türkiye'de bu rakam daha yüksekti. Ayrıyeten popülasyon olarak laboratuvarın kullanımı popülasyonu vuruyorduk 5'e 6'ya. Burada ise 1'e yaklaşmıyordu. Yani 5'te 1 kadar daha az kullanılıyordu laboratuvar testleri. Ama şimdi bulunduğum hastanede o kadar modern tetkikler isteniyor ki dünyadaki hekimlerin istediği hemen hemen bütün tetkikleri burada da hekimlerimiz istiyor ve bunlara da karşılık bulabiliyor. Bu həkimlərin təcrübəsinin
bir təzahürüdür, göstəricisidir? Tabii ki. Yoxsa avadanlıq, bu maddi texnik imkanlar, hər ikisi yoxsa hər Her ikisi. Hatta daha da fazlası diyebilirim. Çünkü bu bir kompleks yapı. Yani hem burada avadanlık olacak, hem savatlı hekim olacak, hem de iyi bir organizasyon olacak ki bunlar birlikte çalışınca keyfiyet ortaya çıksın. Bizim burada hiçbir sorunumuz yok avadanlık yönünden, hiçbir sorunumuz yok. Çünkü her şey gerçekten dünya seviyesinde. Türkiye'de, İstanbul'da neyiniz vardı? Burada da aynısı var. Aynı. Hatta daha da ilerisini söyleyeyim size. Aha. Amerika'da neyse burada aynı. Yani avadanlık yönünden hiçbir fark yok. Savat yönünden hekimlerimizin savadı da eksik değil. Sadece tecrübe eksikleri var. Biraz önce Azat Bey bahsetti. Yani gerçekten buna zamana ihtiyaç var. O tecrübeyi kazanmak ancak zamanla olabiliyor. Burada da bir de tıpta şöyle bir şey var. Usta çırak, birlikte çalışmak, birlikte görmek. Usta şagird deyirlər bizə. Evet, Usta şagird evet, deyirlər. o şekilde bir çalışmaya ihtiyaç duyuluyor. Yani zaten Amma proses gedirmi? Siz necə müşahidə edirsiniz? tabii ki. Mesela şöyle bir örnek vereyim size. Daha böyle çarpıcı olacak. Bir hastamız bize anlattı ve teşekkür etmek için geldi laboratuvarımıza. Dedi ki ben dedi buradaki sonuçlarınızı aldım, Almanya'ya gittim. Almanya'da baktılar rapora, yok biz bunu baştan yapmamız lazım dediler. Bütün o tetkikleri baştan yaptılar. Ama sonradan merak edip gördüler ki aynısı çıktı. Zaten aynısı çıkmalıydı. Çünkü aynı avadanlık, aynı sistem, hiçbir farkı yok. Onun için aynı çıkmalıydı. Fark ondadır ki əlavə pul xərcləyir. Evet, ilave pul harcamış oldular. Şimdi ise gerçekten bizim mesela hastanedeki hasta sayıları artıyor ama laboratuvardaki hasta sayımız bizim daha çok artıyor. Yaklaşık 15% civarında, 20% civarında test sayılarımız artıyor. Bu da gösteriyor ki hekimlerimiz daha çok test kullanıyorlar. Daha çok test istiyorlar. Gerek teşhis yaparken, gerekse tedaviyi kontrol ederken, muhaleceyi kontrol ederken. Çox sağ olun, çox sağ olun. Professor, siz Azərbaycanda onkologiyanın vəziyyətini, onun o maddi texniki vəziyyətini necə qiymətləndirirsiniz? Yəni siz Hollandiyadan gəlmisiniz, yəni ki, oradakı imkanlarla, texniki imkanlarla buradakı imkanları necə müqayisə edirsiniz? When I came here, I was surprised. Mən bura gələndə çox təəccübləndim. Azərbaycanda onkologiya sahəsində tibbi avadanlıqların keyfiyyətinə qibtə etmək olur. Mütəxəssislər isə olduqca səriştəlidir. Düşünürəm ki, sizin əhalinin əsas problemi, qeyd edim ki, bu problem bütün dünyada var, ondadır ki, qonşunun bağındakı ot həmişə öz ölkəndə olduğundan daha yaşlı görünür. Adamlara izah etmək lazımdır ki, Azərbaycanda vəziyyət qonşularda olduğundan pis deyil. Azərbaycanda əhalinin səhiyyəyə, mənim fikrimcə abdominal cərrahiyyə sahəsinə inamı Azərbaycan səhiyyəsinin xeyrinə deyil. Yəni reallıqla uzlaşmır. Çünki sadə cəmaət səhiyyədə nələrin baş verdiyini bilmir. Sahədə hansı yeniliklərin olduğunu dəqiq bilmirlər. Onları əmin etmək lazımdır ki, burada vəziyyət yaxşıdır. Abdominal onkoloji xəstəliklərin müalicəsi yüksək səviyyədə aparılır. Mənim burada olmağımın digər bir səbəbi bu şöbənin beynəlxalq səviyyəyə qalxmasına yardımcı olmalıdır. Çox sağ olun, təşəkkür edirəm. Azad həkim, mütəxəssislərlə bağlı. Mütəxəssislər təcrübəsinin və Dr. Kraus dedi ki, artıq yəni ki, belə mütəxəssislər var. Amma yəqin ki, bu bir prosesdir. Yəni bu dayanan bir məqam deyil. Hansı yollardan istifadə olunur mütəxəssisin yetişdirilməsi üçün? Həm də təkcə söhbət cərrahdan getmir. Burada tibb bacısından tutmuş, yəni ki, hər kəs yeni texnologiyaları yəqin ki, bilməlidir. Demək, birincisi siz cərrah adlandırırsınız, o böyük qism başqa həkimlər var, həkimlər terapevtlər var, var, orada kimyoterapevtlər var, radioterapevtlər var, onların xətrinə dəyməməliyik biz. O onkologiyanın böyük müalicəsinin böyük bir hissəsini onlar aparırlar. Deməli, ümumiyyətlə bu kadr hazırlığı bayaq dediyim ki, böyük bir zaman tələb eləyir. Ona görə də biz bugün, əgər biz deyiriksə ki, bizim onkologiyada artıq və bayaq Professor Gross da söylədi ki, artıq lazım olan səviyyədə bizim mütəxəssislərimiz var. Bu dünənki gün
başlanan bir prosesdir. Mən ən azından 10 il, 15 il bundan qabaq başlanılan prosesdir. Deməli, təhsildən, deməli, institutdan sonraki, universitetdən sonraki təhsil prosesi ki, dövlət proqrammaları tərtib olundu və yəqin sizin də yadınızda olar 2000-ci illə, 90-cı illərin sonunda, 2000-ci ilin əvvəlində böyük miqdarda, çox miqdarda bizim çox mütəxəssislərimiz, institut təzə bitirmiş mütəxəssislər xaricə yönləndirildi. Belə deyək, Türkiyədə uzmanlıq və yaxud da ki, Almaniyada, Avstriyada o rezidentura kurslarına. Artıq o mütəxəssislər qayıtmağa 2008-2009 bu illərdə onlar qayıtmağa başladı və müəyyən qədər bizim mərkəzdə işləyən mütəxəssislərin bir qismi onlardan formalaşdı. Bundan başqa da hal-hazırda da bu proses davam edir. Yəni son bir neçə ildə Türkiyədə, Avstriyada və Almaniyada bizim mərkəzdən göndərilmiş bir neçə mütəxəssis var və artıq demək olar ki, bu ilin sonunda, gələn ildən onlar qayıtmağa başlayırlar. Amma gələnlər də var. Yəni ki, bəli, artıq gələnlər, onlar bizdə çalışır, artıq orada artıq çalışanlar var. Amma bizim mərkəz tərəfindən göndərilən mütəxəssislər, hansılar ki, Avstriyada və Almaniyada təhsil keçirlər, mən uzun müddətli təhsildən danışıram. Onlar bir neçə, 1-2 ildən sonra artıq qayıdıb bizim mərkəzdə işləməyə başlayacaqlar. Bununla bərabər qısa müddətli tədris proqrammaları, təhsil proqrammaları da var. O da yenə adı çəkilən, misal üçün, İtaliya ilə bizim bir sazişimiz var, protokolumuz var. Ona uyğun olaraq İtaliyada bizim şüa diaqnostika üzrə mütəxəssislərimiz bir neçə dəfə o kursda olublar. Kurs deyəndə 6 aylıq bir təhsil keçib yenidən geri dönürlər. Və uzun müddətli təhsildən fərqli olaraq bu qısa müddətli təhsilin daha böyük effekti var. Yəni ki, hazır mütəxəssis bir müddət deməli, öz mərkəzimizdə çalışır, müəyyən qədər təcrübəsini artırır və bundan sonra yenidən xarici ölkəyə gedib artıq ayrı-ayrı sahələr üzrə təkmilləşməyə başlayır, ümumi yox. Və ona görə də bir müddət keçəndən sonra xaricdə bu təhsilini artırır və uzun müddətli təhsilə artıq ehtiyac yoxdur. Orada 2-3 ay kifayət edir ki, orada xaricdə qalaraq yenidən gəlib burada onu həmin aldığı təcrübəni tətbiq eləsin. Mütəxəssis deyəndə, Samir həkim, siz harada təhsil almışsınız? Peterburqda. Siz Peterburqda təhsil almışsınız. İndi ümumi onkologiya şöbəsinin müdiri. Gündə hər gün nə qədər yəni cərrahiyyə əməliyyat edirsiniz? Həftənin 4 gün ərzində əməliyyat günümüz həftənin 4 gündür və nəzərə alsaq ki, bizim şöbə 2 yerdə əməliyyat edir. Yəni onkoloji, mən biraz sualınızdan kənara çıxım. Onkoloji mərkəzdə mamoloji xidmət deyə bir xidmət formalaşdırıldı. Bu nədən ibarətdir? Süd vəzi xərçənginin son zamanlar dünyada və Azərbaycanda həddindən artıq çox yayılması, rast gəlmə tezliyinin artmasını nəzərə alaraq rəhbərliyimiz tərəfindən xüsusi bir qurum formalaşdırdı, mamoloji xidmət. Və ona görə onkoloji mərkəzdə bu gün xoş xəstəli şişlər, süd vəzində olan xoş xəstəli şişlərlə bəd xəstəli şişlər arasında bir seçim var. Yəni, xoş xəstəli şişlər mamoloji mərkəzdə əməliyyat olunur, bəd xəstəli şişlər isə ümumi onkoloji şöbəsində əməliyyat olunur və ümumi onkoloji şöbəsində bundan əlavə sümük, dayaq hərəkət aparatı sisteminin şişləri də əməliyyat olunur. Aylıq olaraq 90-95 ümumi onkoloji şöbəsi, 30-35 mamoloji mərkəzdə olan əməliyyatları demək olar. Yəni, effekt necədir? Bilirsinizmi, effekt baxımından çox böyük fərqlərimiz var. Yəni, 5 il bundan qabaqçı ilə indikinin arasında yerlə göy qədər fərq var. Nədən ibarət fərq? Fərq ondan ibarət ki, yenə gəlib məsələ maddi texniki bazaya dirənir. İstifadə elədiyimiz alətlər o qədər atravmatikdir ki, xəstənin əməliyyat elədiyimiz gün evə buraxmağa imkan verir. Əvvəllər həmin xəstələrin 3-5-1 həftəlik qospital günü olurdusa, bu gün artıq bu yoxdur. 2. Əgər süd vəzinin tamamilə götürülməsindən söhbət gedirsə, xəstələrimiz 1 ay, ay yarım xəstəxanada yatırdısa, bu gün biz 1 ay, ay yarımı artıq 7-10 günə endirmişik. Bu, sağalma müddətinin göstəricisidir. Bundan əlavə, əvvəllər mərkəzdə dayaq hərəkət aparatı sisteminə aid əməliyyatlar demək olar ki, icra olunmurdusa, yəni söhbət ətrafın
itirilməkdə olan ətrafın qorunması 1, itirilməli olan ətrafın yenidən bərpası 2 olunmurdusa, bu gün artıq biz hər həftə bu əməliyyatlar edirik. Bu çanaq oynağının, diz oynağının, bazı oynağının və s. və ilaxı oynaqlarının bədxəstəli şişlərin birincili və yaxud metastatik zədələnməsi nəticəsində protezləşdirilməsi. Burada bir şeyi xüsusi qeyd eləmək istəyirəm ki, xəstələr sabahsı günü ayağa qaldırılıb yeridilir. Burada bundan əlavə süd vəzi xərçənginə görə süd vəzisini itirmiş qadınlar sosial olaraq reabilitasiyalarından problem yaşayırlar. Müasir dünyada qadınların əvvəl bizim öyrəndiyimiz kimi evdə oturması anlayışı yavaş-yavaş sona bitməkdədir. Ona görə xanımların süd vəzisini bərpa eləmək də bizim prioritet mövzularımızdan biridir və bu gün artıq mərkəzin yeni bir xətti formalaşır süd vəzi xərçəngini olan münasibətində. Xəstə 2 süd vəzindən gəlibsə, 2 süd vəzindən getməlidir. Yəni, süd vəzini itirən xəstələrin bir momentli rekonstruksiyası. Müxtəlif yollarla apara bilirik. Qarından eyni xanımın öz qarnından süd vəzi formalaşdırıla bilir. Müxtəlif protezlərdən istifadə olunaraq formalaşdırıla bilir. Belin enli əzələsindən formalaşdırıla bilir. Bundan əlavə, bugün onkoloji mərkəzdə radioterapiyanın dünya standartlarına uyğunlaşdırılması bizə süd vəzinin orqan qoruyucu əməliyyatlarını eləməyə imkan verir. Mən sizə bir rəqəmlə misal çəkə bilərəm və bu mənimlə gəlir ki, bugünkü süd vəzi xərçənginə aid olan görülən və görülməkdə olan işlərin bariz nümunəsidir. Məsələn, əvvəllər süd vəzi xərçənginin orqan qoruyucu əməliyyatlarına görə xəstə 40-45 gün şua terapiyası alırdısa, bugün bu cəmi 4 gündür. Cəmi 4 gün. Yeni texnologiya. Yeni texnologiya. Brakiterapiya, süd vəzinin brakiterapiyası. Süd vəzinin brakiterapiyasını əgər nəzər-diqqət salsaq, MDB məkanında yalnız Peterburqda icra olunur. Avropaya nəzər salsaq, bütün ölkələrdə olması böyük sual doğurur, amma olduğu təqdirdə də yalnız bir mərkəzlərdə olur. Məsələn, Almaniya kimi böyük bir dövlətdə brakiterapiya süd vəzindən cəmi 2 mərkəzdə aparılır. Əgər Almaniyanın əhalisi ilə bizim ölkənin əhalisini müqayisə eləsək, baxıb görərik ki, biz bu sahədə nə qədər irəli getmişik. Eyni şeyi... Bizdə bir yerdə, hələ ki. Amma biz 8 milyonuq. 8 milyonuq. Yox, alma təbii, onlar 80 milyondur, biz 8 milyonuq. Burada bir məsələ var. Mən sadəcə süd vəzi xərçəngindən danışmaq istəməzdim. Məsələn, bu günləri əgər bir neçə ildir, bir 15-20 ilə yaxındır, uşaqlıq boynu xərçənginin brakiterapiyası aparılırdısa, prostat vəzi xərçəngi üçün, bayaq siz dediyiniz kimi, biz Moskvaya və yaxud Avropaya getməliydik. Bugün prostat vəzi xərçəngi brakiterapiyası mərkəzdə icra olunur. Neçə günə? Ən mürəkkəb cavab. Neçə günə? Bilirsiniz, çox maraqlı bir rəqəmdir. Neçə günə? Neçə günə? Cəmi bir günə. Baxın, bir seans verilir, üstündən bir həftə sonra bir seans verilir. Seansın müddəti nə qədərdir? Maksimum 3-5 dəqiqə. Yəni, xəstə 20 yanvar dairəsindən Qələbə kinoteatrı tərəfə getdiyində, keçmiş Qələbə kinoteatrı tərəfə, yol üstü keçib brakiterapiyasını ala bilər. Yəni, uzun müddət gələ, yerləşdirilə, oluna, bunlar yoxdur. Bunların hamısı, bilirsiniz, alınmış avadanlıqların və bu avadanlıqlarda işləyən kadrların hesabınadır. Bu, əlavə bir misal çəkə bilərəm. Misal üçün, mərkəzimizdə artıq baş beyin şişləri ilə bağlı çox böyük işlər aparılıb. Bilirsiniz, bu haqda biz demək olar ki, danışmırıq, amma danışmalıyıq. Məsələn, baş beyin şişlərinin, bütün baş beyin şişləri yerləşməsindən asılı olmayaraq, təbii ki, yerləşmələrinin müxtəlif variasiyaları var və onurğa beyni şişləri üçün istənilən avadanlığımız var və həftənin demək olar ki, 2-3 günündə bu cür ağır, travmatik və böyük əməliyyatlar icra olunur. Baxın, bundan ötürü biz əvvəllər ya Moskvaya, ya Peterburqa və yaxud digər Avropa ölkələrinə gedirdik. Bugün bunlar burada icra olunur. Xaricə axının qarşısı, yəni bu istiqamətdə alınır. İbrahim, mən bir şey də əlavə eləmək istəyirəm, mən üzr istəyirəm. Bu neyrocərrahiyyədən danışmışkən və bir şey də deməliyəm ki, bu regionda da, ümumiyyətlə mən Azərbaycanda demirəm, ilk dəfə olaraq stereotaktik biopsiya bizdə artıq tətbiq olunur. Bir ildən yuxarı bir vaxtdır. Bu da mən sizə deyim, deməli,
mütəxəssislər onu daha yaxşı bilir. Bir çox beyin şişlərində təəssüf ki, əməliyyat artıq gec olur. Əməliyyat aparmaq mümkün olmayan zamanlarda həmin nahiyənin şüalandırılması aparılır. Şua terapiyası. Və şua terapiyasını aparmaq üçün ən vacib, ümumiyyətlə onkologiyada ən vacib proses oradan biopsiyanın alınması, yəni histoloji müayinəsidir və o şişin tipini müəyyənləşdirmək lazımdır. O şuanın və yaxud kimyoterapiyanın effektiv aparılması üçün. Bu indiyənə qədər çox böyük bir problem idi. Bu deməli əməliyyat olunmağı mümkün olmayan xəstələr üçün bu şua belə deyək də qarasına aparılırdı. Ümumi bir doza götürülürdü və həmən nahiyə verilirdi. Bugünkü gün stereotaktik biopsiyanın mövcudluğu, yəni ki, bizə imkan verir ki, çox unikal bir belə bir avadanlıqdır və o alətlərlə deməli daxil olur, kəllənin üzərindən daxil olunur həmən şiş nahiyəsinə. Özdə orada çox ölçülər ideal olaraq götürülür. Onda 1 millimetr hətta xətası yoxdur onun. Həmən nöqtədən material götürülür, histoloji müayinə aparılır və artıq bizim əlimizdə şişin tipi olur və o müalicə aparılır. Çox sağ olun. Niyazi həkim, siz ümumiyyətlə sizə müraciətlərin sayında ümumiyyətlə etimadın göstəricisidir. Nə qədər insanlar müraciət edirlər sizə? Demək, 4 il bundan öncə bizim abdominal şöbədə təxminən bir 250 əməliyyat olurdusa ilə, hazırda o əməliyyatların sayı 700-ü ötübdür bir il ərzində. Müraciət edən xəstələrin də sayı həmin vaxt 300-350 xəstəsi, indi artıq o xəstələrin sayı 800-850 nəfərə ötübdür. Bu o deməkdir ki, son vaxtlar görünür ki, xəstələrin də, yəni cəmaatın da bir qədər inamı artıb özümüzə. Bu da bilirsiniz nədir? Bayaq doktor Kraus dedi, qonşu həyəti həmişə bizimkindən yaşılıdır. Bu bizim adamlarda belə bir ümid, inam var. O vaxta kimi gedib tam başı dəyib, ora ilişib görmüyüncə bunu anlamır. Əvvəl bilir ki, məsələn bizim bu qonşu ölkələrə gedib gələn xəstələrin də, qayıdıb gələn xəstələrin sayı da artıb. Və bura gələndə onlar orada gördüklərini danışıb çox heyrətlə danışırlar. Bir də heyrətlə də pis mənada, yəni ki, nə gördülər, başları nələr çəkib, nə əziyyət çəkib, nə əziyyət çəkib. Müqayisə eləmə imkanları. Müqayisədə görürlər ki, bura varmış, biz bilməmişik, biz görməmişik, bizi düzgün təyinatlandırmayıblar. Allah özümüzünkinə versin. Məsələn, bu son vaxt bir xəstə əməliyyat elədik. Necə deyim, deyiləsi də deyil bir məsələ. Gedib düşüb İrana, mən həmişə xəstələrə deyirəm, məsələn, qonşu dövlətlərə gedəndə, siz qonşu dövlətin gedib Bakıda milli onkoloji mərkəzə düşmürsünüz. Gedirsiniz, məsələn, qonşu dövlətin Azərbaycanın rayonları kimi bir rayona böyük bir məsələ üzrə müraciət edirsiniz orada, qayıdıb gəlib o dövlətin adından edirsiniz və həmin dövlətin adına da hələ bir minus gətirirsiniz. Məsələn, o dövlətin mərkəzinə getsələr, bəlkə də bir yaxşı nəsə görür, amma o dövlətin mərkəzi bunların hamısını qəbul edə bilməz. Bu yaxınlarda bir xəstə, məsələn, müraciət edib qonşu dövlətin birinə, əməliyyat olub bağırsaq şişiylə, yoğun bağırsağın dalaq əyriliyin işinə görə əməliyyat olub. Bundan aradan 4 ay keçəndən sonra residiv yenidən əmələ gəlib. Çox güman ki, tam geniş əməliyyat olunmuyub. Yenidən götürüb açıblar xəstənin qarnının, ikinci səfər qiymətləndiriblər ki, əməliyyat etmək mümkün deyil. Sonra veriblər, özləri də kimyoterapiya veriblər 2 aydan sonra 3-cü səfər qarnını açıblar. Yenə qiymətləndiriblər ki, əməliyyat etmək deyil, get otur, uzan, gözdə axır günümüzü. Nəhayət gəlib bura müraciət edib, yoxlamışıq, araşdırmışıq ki, bu xəstəni əməliyyat eləmək mümkün olur. Əməliyyat eləmişik, tamamilə orada deyilən sözlərin heç biri öz əksini tapmayıb. Bəli, böyük şiş, böyük yayılmış şiş, əməliyyat edib, bir neçə üzvlə birlikdə əməliyyat edib, xəstə öz, necə deyəm, şəfasını tapmışdır. Bunlar bunu görəndən sonra deyirlər, biz nə etmişik, nə səhvə getmişik, hara getmişik. Bu adamlar, necə deyəm, onu tam düşməyəcək, görməyəcək bunu bilmir. Mən çox üzr istəyirəm İbrahim. Burada Niyazi müəllimin dediyinə mən Niyazi müəllim təvazökarlıq edir. Elədiyi çox şeylər haqqında danışmıram, amma mən üzr istəyirəm, bir neçə məqama toxunmaq istəyirəm. Qarın boşluğunda bu yaxınlarda bizdə Yunanistandan gələn nümayəndə heyəti var idi və bizə master klass olaraq bəzi məsələlərə aydınlıq gətirmək istəyirdi. Baxın, qarın boşluğu cərrahiyyəsində ümumiyyətlə insan bədənində olan cərrahi əməliyyatların ən ağırlarının 1-2-sini sayacağım mən sizə. Bunlardan biri aşağı boş venanın rezeksiyasıdır.
Yəni Piyotanaxası şişin aşağı boş venanı əhatə edir. Bəli, aşağı boş venanı əhatə eləmək. Aşağı boş venaya cərrahlar yanına yaxınlaşmağı belə özlərinə riskli sayırlar. Nəinki onu rezeksiya eləmək. Yəni bir hissəsini kəsib götürmək, kəsilmiş hissəni təzədən bərpa eləmək və qarın boşluğunu bağlayıb çıxıb gedib evində rahat yatmaq. Ki sabah bu adam istənilən qarında köp də ola bilər, qarın daxili təzyiq arta da bilər, istənilən bir ağır bir şey də qaldıra bilər ki, və bu tikişlər o venadan açılmayacaq. Təsəvvür edirsiniz, qarının aşağı boş venasında hər hansısa bir zədələnmədə cərrahlar qarının boşluğunu açıb girənə qədər xəstəni itirirlər. Yəni, əgər xəstə stol əməliyyat masasında olsa belə itirirlər. O qədər riskli bir əməliyyatdır. Bugün bizim gördüyümüz Niyazi müəllim bunu eləyir. Və eləyib. Baxın, ikinci böyük bir əməliyyat, keçən həftə xəstə artıq evinə yola salınıb, çox böyük bir sevinç hissi ilə gemigepatoktomiya. Yəni, qaraciyərin tən yarısının kəsilib götürülməsi və təkcə qaraciyərin yox. Yarısından da genişləndirilmiş də var. Qaraciyərin yarısı yox, yarısından da üstünə o birisinin yarısı gəlir. Allah böyük əməliyyatlar. Bu həcmli əməliyyat, çox üzrə bu həcmli əməliyyatları biz burada artıq eləyirik. Burada xüsusi bir məqam var, onu qeyd etmək istəyirəm. Təbii ki, cərrahın və onun briqadasının yüksək professionallığı, təbii ki, Profesor Gross bu haqda öz fikirlərini dedi və anestezioloji, reanimasyon briqadanın da yüksək səviyyədə olmasının göstəricisidir. Yəni, xəstəni əməliyyat eləmək işin hələ yarısıdır. Amma onu əməliyyatdan sonraki dövrdə çox böyük bir travmatik bir əməliyyatdır. Yəni, bugün biz bunların hamısını onkoloji mərkəzdə edirik. Və rəqəmlər onu göstərir ki, poliklinikaya və mammoloji mərkəzə, uşaq onkologiyasına müraciət edən xəstə sayılarının rəqəmləri göstərir ki, artıq ölkədən gedənlərin sayı günü-gündən azalır. Bu sahədə xaricə müraciətlər azalır. Bəli, azalır. Amma hər zaman istənilən ölkədə var. Almaniyada yaşayan bir Alman vətəndaşının Fransada müalicə olunmaq istəyi hər zaman ola bilər. Təbiidir. Buyurun Azad. Bir şey mən əlavə eləmək istəyirəm. Deməli, bayaq Samir müəllim deyənin üzərinə, deməli, aparılan əməliyyat barəsində, əməliyyatlar. O, Samir müəllim bayaq izah etdi, bu professionallar bizi daha yaxşı anlayanlar. Əlbəttə, cərrahlar bilirlər o nə dərəcədə ağır bir əməliyyatdır. Amma istərdim, Niyazi doktor özü biraz təvazökar adamdır, demir, amma bir neçə, bu son illərdə bir neçə unikal əməliyyatlar aparılıb bizim mərkəzdə. Yəni, hansılar ki, Azərbaycanda heç vaxt aparılmıyor bundan öncə. Və onların bir qismi artıq rutinə çevrilib, sayıları artır, gedir. Gündəlik iş. Gündəlik iş. Mən istərdim Niyazi doktor özü o barədə danışsın. Bir o süni qida borusunun yaradılması əməliyyatı, yəni qida borusunun total zədələnməsi zamanı. Sonra qoy özü desin ona. Mən məlumat verim. Bu bir ara məlumat getmişdi. Qida boru şişlərinin əməliyyatında bizim bu olan əməliyyat haqqında məlumat getmişdi və biz eşitmişdik ki, deyirlər ki, bu əməliyyatlar olur. Bəli, qida borusunun orta döş şöbəsində qida borusunun ümumi plastikası olurdu. Ancaq bizim elədiyimiz əməliyyat baş boyun şişləri şöbəsi müdiri ilə birlikdə, onlarla birlikdə kollektiv şəkildə olan əməliyyat bu qida borusunun boyun şöbəsinin şişlərində qalxanvari vəzin şişinin geniş yayılmış bir formasında demək olar ki, qida borusu tamamilə çıxarılır, udlağa qədər. Əvvəllər bu xəstələr əməliyyat olurdu, əməliyyat əgər olurdusa şiş çıxarılırdı, udlaq açıq qalırdı, ağızdan baxanda boğazdan görükürdü tunel kimi. Ağız suyu axırdı, çölə çıxırdı, qidalanma gedirdi, boğazdan trubka qoyurdular, mədiyə buradan gedirdi. Biz bu əməliyyatları son demək olar ki, 3 ildə bu əməliyyatlar yerinə yetirilir. Şiş çıxarıldıqdan sonra mədədən formalaşdırılır, trubka şəklində formalaşdırılır, tamamilə tikilir udlağa, yuxarı. Amma bu qida borusunun işlərində adətən bu plastik olunanda ümumi olubdur da bu bir qədər aşağıdan gedir, təxminən 6-7 sm aşağı döş qəfəsində olan əməliyyatlar. Bu tamamilə yuxarı. Bunun əsas məsələsi nədir ki, məsələ odur ki, o trubkanı
həmin yerə çat trubka belə deyir ki, buradan trubka götürüb qaldırırsan. Bu mədədən düzəldilmiş trubka, bu trubka gərək boru şəklinə salınmış mədə gərək qidalana da belə ki, orada tuta. Bir balaca çatışmamazlıq olan kimi onun qidalanması pozular və bu əməliyyat heçə yetmiş olur. Bu əməliyyatlar olubdur bizdə, məsələn, məadaltı vəzinin başının işlərində, bu da son 4 il demək olar ki, adi bir hala çevrilir, normal əməliyyatlardır. Nəinki məadaltı vəzinin başının işlərində pankreadodenal rezeksiya, hətta aşağı boş venaya invaziya eləyən, məsələn, əvvəllər biz bunu venaya invaziya əlaməti varsa, bu əməliyyat dayanmış hesab olunur. Ancaq Avropada bu əməliyyatlar olunur və bizdə bu əməliyyatlar eləyilir. Vena kəsilir, protez qoyulur və yaxud da ki, üzünə tikilir. Yəni, geniş spektrdə Avropada oluna bilən əməliyyatlar çalışırıq ki, o həddə çıxaq. Çox sağ olun, təşəkkür edirəm. Azad həkim, gəlin regionlardan danışaq. Yəni ki, biz səhiyyədə bir məsələ də var. Bir, deməli, xarici axının qarşısı alınır. 2, regionlardan Bakıya axının qarşısının alınması. Bu istiqamətdə vəziyyət necədir? Mən sizə deyim, deməli, Azərbaycanda onkoloji xidməti göstərən, belə deyək, Bakıda Milli Onkologiya Mərkəzi, bir də Azərbaycan Tibb Universitetinin bir onkoloji klinikası var. Bundan başqa da regionlarda 8 onkoloji dispanserlər var. Yəni, bunlar regionlara bölünüb, rayonlar arası dispanserlər. Misal üçün, Naxçıvan Muxtar Respublikasının öz onkoloji dispanseri var. Gəncə şəhərində böyük bir onkoloji dispanser var və orada da onkoloji xəstələrə yardım göstərilir və son illərdə, deməli, mən belə deyərdim ki, şua terapiyası, belə bu ən çətin təşkil olunan bir şeydir. Deməli, o Gəncədə şua terapiyası təşkil olunub. Naxçıvanda bundan öncə də vardı. Gəncədə də təşkil olundu və bu, bilirsinizmi, xəstələrin bu müalicəsi uzun müddət çəkdiyinə görə, ələxüsus kimyoterapiya ilə, radioterapiya ilə bağlı müalicələr uzun müddət çəkdiyinə görə artıq o xəstələrin rayonlardan durub Bakıya hər kurs kimyoterapiya üçün və yaxud şey üçün gəlməyə ehtiyacı yoxdur. Bu rayonlar arası dispanserlərdə, deməli, həmən xidmət təşkil olunub, kimyoterapiya ən əsas və belə deyək ki, onların dərman təminatı, belə deyək, hamısı dövlət vəsaiti hesabınadır. Yəni ki, bu dəqiqə kimyoterapiya və mən sizə deyim ki, çox gediş-gəliş tələb edən bir proses. Kimyoterapiya, belə deyək də, adi onkoloji, ümumi götürəndə onkoloji əməliyyatdan sonra ortalama 6-8, bəzən çox kurs davamlı kimyoterapiya qəbul edir xəstələr. Bəzən bir kurs bitəndən sonra bir müddətdən sonra yenidən bunu davam etdirməli olurlar və bu adamların gəlib davamlı olaraq burada qalmalı, hər 20 gündən, 21 gündən bir Bakıya gəlib getməklərinə artıq ehtiyac yoxdur. Bundan sonra nə gözlənilir Azad həkim? Bildiyim qədər böyük bir layihə var. Çox, yəni hətta bir neçə milyard dollar həcmində. Mən onun qədərində üzərində dayanmayacağam. Çünki o daim artır. Mən onun üzərində dayanmayacağam. Amma deyə bilərəm ki, mən bugünkü gün qeyd eləməyə bilmərəm bizim şua terapiya avadanlığını, biyaqları o maddi texniki bazadan. Bilirsinizmi, İbrahim müəllim, biz o qədər öyrənmişik ki, biz gözümüz hər gün onu görür, amma ümumiyyətlə deməmək də olmaz. Ümumi, belə deyək, diaqnostik avadanlıqdan, birinci ondan başlayayım ki, bu dəqiqə bizim mərkəzdə olan diaqnostik avadanlıq elə bir şey yoxdur. Dünyadakı onlar olmasın və belə deyim, ən son buraxılış olan avadanlıqdan söhbət gedir. Yəni, haradasa 5-10 il bundan qabağa buraxılanlardan söhbət getmir. Mən onları sadalamayacağım. Bir də mütləq qeyd eləməliyəm mən şua terapiyası avadanlığını. Bizdə Amerikanın Varian şirkəti var. Dünyanın aparıcı istehsalçısıdır bu. Demək olar ki, dünya bazarının haradasa bir 60-70%, bəlkə də ondan artıq əhatə edən bir şirkətdir. Onun 4 xətt gücləndiricisi bizdə dayanır. İnandırıram sizi ki, Avropada hər klinika onu ilə fəxr eləyə bilməz ki, onun heç olmasa bir elə gücləndiricisi var, xətt gücləndiricisi. Bizdə onun 4-ü, 5-incisi də artıq alınmışdır, 5 xətt gücləndiricisi var. Və bugünkü gün bir də qeyd eləməliyəm, bizdə yeganə olmayan xidmət PET-CT emission tomografiya, onun aparılması artıq bu ilin sonuna bizim mərkəzdə artıq o qurulacaqdır və yəqin ki, inşallah gələn ilin əvvəlində və yaxın birinci kvartalın sonunda bəlkə də onu artıq tətbiq eləməyə başlayacaq. Başqa ölkələrdən də siz qəbul eləməyə hazırsınızmı? Məsələn, Mərkəzi Asiya var, ya MDB ölkələri var. Bura bu xəstələri qəbul eləməyə hazırlığı varmı? Ümumiyyətlə mən istədiyim o PET-CT müayinəsi ki var, o
kiçik bir müayinə deyil. Onu mən qısaca bir açıqlama verim. Bu ümumiyyətlə regionda ilk dəfə olacaq. PET-CT müayinəsi özü çox elə bir çətin şey deyil. Amma onu aparmaqdan ötəri lazım olan izotop maddə ki var, o deməli onun istehsalı, təşkili çox çətindir. Çünki onun qalma müddəti 8 saatdır cəmisi. Yəni onu hardansa bura gətirmək çətindir. Ona görə də hal-hazırda o siklotronun qurulması nəzərdə tutulub. O hazır olandan sonra əyəm sözsüz ki, ölkələr arasında danışıq olarsa biz onu yaxındakı ölkələrə hətta ixracdan çevirə bilərik. Təşəkkür edirəm doktor Karada. Siz necə hesab edirsiniz? Yəni Azərbaycan bu sahədə bir regional mərkəzə çevrilə bilərmi bizim onkoloji mərkəzimiz? Muhakkak ki olacaktır, çevrilecektir. Çünkü ben buna inanıyorum. 5 senedeki bu tekamül etme, aritmetik değil geometrik. Yani ne demek istiyorum? Belki daha açarak söyleyeyim. Hani belirli bir katlarla değil de yani daha çok şeylerle artıyordu bu şeyler. Yani tekamül etme. Yani benim gördüğüm o. Şu anda bizim laboratuvarımızda her test hemen hemen yapılıyor. Dünyada hangi test yapılıyorsa hemen hemen her test yapılıyor. Hatta bazı testler içinde organizasyonlarımız var. Yani Avrupa'da olsun, Türkiye'de olsun birçok yerle şey yapabiliyoruz, gönderebiliyoruz. Ayrıyeten konformasyon da yani konsültasyon da alıyoruz biz birçok merkezden. Yani kendi kendimizi de kontrol ediyoruz biz laboratuvarda. Onun için Almanya ile çıkan sonuçlarımız aynı oluyor. Zaten kendi kendimizi kontrol ettiğimiz için. Ben şöyle bir şey söyleyeyim. Ben yakın bir gelecekte know-how da üreteceğine inanıyorum. Yani yenilikler üreteceğine, kendine özgü yenilikler bulacağına da yani inanıyorum. Burada yaşadığım için yani ben burada gördüğüm bir yenilikten bahsetmek istiyorum. Ben Avrupa'da dünyanın birçok ülkesinde görmediğim bir yenilik. İlk geldiğimde 5 sene önce geldiğimde internet çok zayıftı, çok problemler yaşıyorduk. Ve elektronik daha az kullanılıyordu, teknoloji daha az kullanılıyordu. Ama şimdi teknolojinin en üstüne çıkmış. Mesela Asan Hizmet'te bir işim oldu. Ben gittim, o kadar güzel bir sistem ki Avrupa'da birçok yerde görmedim, Türkiye'de yoktu. Keşke olsaydı, isterdim. Yani çünkü halk için çok kolaylık veren bir şey ve elektroniğin, teknolojinin çok iyi kullanıldığı bir alan. Yani ben inanıyorum ki eğer bir know-how üretilecekse bunu gerçekten onkoloji merkezi üreteceğine inanıyorum. Devletin bu sahaya bir gösterdiği siyaset, devletin bu siyaseti siz o müqayisə eləmə imkanlarınız var. Necədir bu? Necə qiymətləndirirsiniz? Ben şimdi daha önce çalıştığım Yeditepe Üniversitesi olsun, Johns Hopkins olsun, başka hastaneler olsun. Yani ben buralarda gördüğüm şeyle burada her imkan sağlanıyor. Gerçekten çok yardımcı oluyor. Buradaki ekip, yönetim, rehberlik çok yardımcı oluyor. Ve buranın gençleri de çok çalışkan, çok zeki. Yani anlatılanları hemen anlıyorlar, hemen tatbik edebiliyorlar. Bence onun için bu tekamüliyet çok hızlı gidiyor, geometrik gidiyor. İnşallah ben yani inanıyorum ki muasır seviyeyi yani geçecek. Bu regional olarak da bir cazibe merkezi olacak. Çok sağ olun, teşekkür ederim. Doktor Kraus, siz necə düşünürsünüz? Azərbaycanın bu sahədə bir regional mərkəz olması və dövlətin bu sahədə siyasətin qiymətləndirilməsi ilə bağlı necə düşünürsünüz bu barədə? There's one thing, there's always room to get things better. It's eternal. But what you need is Sizdə bütün imkanları özündə cəmləşdirən böyük bir mərkəzin formalaşması prosesi başa çatmaq üzrədir. İmkanlarınız daim yaxşılaşır. Sizdə xəstələrin maarifləndirilməsinə ehtiyac duyulur. Xəstə xaricə getmək barədə qərarı özü verməməlidir. Bu qərarı həkim verməlidir. Həkimlər xəstələrlə danışmalı, məsləhət verməlidir və burada hansı imkanların olduğunu söyləməlidirlər. Əks təqdirdə gərək xaricdən həmin həkimlər dəvət edilsin və onlar nə etmək lazım olduğunu söyləsinlər. Lakin sizin buna ehtiyacınız yoxdur. Sizdə xaricdə təhsil almış, savadlı kadrlar kifayət qədərdir. Cavan həkimlərin xaricdə təhsil alması yaxşıdır. Təcrübəli həkimlər isə artıq nə etmək lazım olduğunu özləri bilir.
Belə təcrübəli həkimlərə xaricdə təhsil almış kadrların vətənə qayıtması ilə nail ola bilərsiniz. Mərkəz də belə yaradıla bilər. İnkişaf da bu cür olacaq. Belə mərkəzdən sonra siz digər kiçik mərkəzlər açaraq onları yönləndirə bilərsiniz. Dövlət dəstəyinə gəldikdə isə, mənim burada gördüklərim məni qane etdi. Mən bura kadrları öyrətməyə gəlməmişəm. Mən burada böyük inkişaf görürəm. Çoxlu investisiyaların yatırıldığını görürəm. Səhiyyə sahəsinə çoxlu investisiyaların yatırıldığını görürəm. Mən Bakını yazın axırında açmış güllə müqayisə edirəm. Bakı tam açılmış bir gülə bənzəyir. Siz də inkişafın belə bir nöqtəsindəsiniz. Fikrimin sonunda bir daha təkrar edərdim ki, əhalini maarifləndirin ki, xəstələr sizə müraciət etsinlər. Təşəkkür edirəm. Təşəkkür edirəm sizə. Dəstəyə gəldikdə bir bunu belə deyim ki, bizim rəhbərliyin bir sözü var. Məsələn, bizi kadrlar hamısı Avropaya gedir gəlir, bizə sözü budur. Nə gördünüz, nə lazımdırsa bura, deyin alım. Bax, filan şey eləyirlər, hə, nə lazımdır? Öyrəndiniz, gedin öyrənin, gəlin alım, xalqımız üçün, xalqın xidməti, xalq üçün bu tətbiq olunsun ki, burada olsun. Bu elə özü dövlətimizin... Təşəkkür edirəm, təşəkkür edirəm. Azad həkim, siz də təbii ki, bununla bağlı, siz dediniz fikirlərinizi, amma bəzən belə deyir, bütün dünyada onkoloji xəstəliklər, el dilində desək belə, deyirlər ki, baş alıb gedir. Vəziyyət necədir? Dünyada necədir? O dünya ilə müqayisədə Azərbaycanda necədir? Nə düşünürsünüz? Mən deyim sizə, ümumiyyətlə, onkoloji xəstələrin sayı ümumiyyətlə bütün dünyada tendensiya artıma doğru gedir. Və hətta müəyyən hesablamalara görə 2030-cu ilə qədər, 2030-cu ilə qədər bunların sayı 2 dəfə artada bilər. Deməli, müxtəlif mənbələr, müxtəlif rəqəmlər göstərir. Amma ki, əslində bu artım inkişaf etmiş ölkələrə xas olan bir şeydir. Yəni ki, nə qədər təzadlı da görünsə, bütün dünyada artım gedir. Xərçəngin göstəricisi, xərçəngin sayı və onların belə deyək, tək daha erkən stadiyalarda aşkarlanması nəticəsində müalicənin effektivliyi, siz bir effektivlik sualı verdiniz. O effektivlik, belə deyək də, rikoşet olaraq gəlir, xərçəng xəstələrinin sayının artımını da göstərir. Çünki artıq bu xəstələr yaşayırlar və yaşadıqca ümumi sayı artırırlar. Bundan başqa da əhalinin ümumi yaş həddi ki var, hər ölkə özü üçün orta yaşama yaşı var. O artdıqca xərçəng xəstələrinin sayı təəssüf ki, artmalıdır. Çünki xərçəng daha çox düzdür. İndi gənc yaşlarında, lap uşaq yaşlarında rast gəlirsə də, daha çox yaşlı adamlara məxsus olan xəstəlikdir. Belə bir statistik rəqəm deyim sizə, 65 yaşdan yuxarı əhali içərisində, bütün dünya, ümumi dünya üzrə götürülmüş statistik rəqəm, demək olar ki, yarısı, yəni ki, dəqiq olsa 46%-i xərçəng xəstəliyinə tutulmuş adamlardır. Ona görə də bu yaş həddi artdıqca və əlbəttə, biz də hamımız çalışırıq ki, yaş həddi ümumiyyətlə artsın, təəssüf ki, xərçəng xəstələrinin sayı artacaq. Ona görə də buna hazırlaşmaq lazımdır, bunların vaxtında diaqnostikasını təmin etmək lazımdır, bunların vaxtında müalicəsini təşkil etmək lazım ki, bu insanlar normal yaşasınlar. Çox sağ olun, Azad həkim. Azad həkim, bir beynəlxalq etiraf var. Siz mənə göstərdiniz bayaq bu kataloqu. Nə kataloqdur və bu nəyin göstəricisidir? Mən sizə deyim, bir kəlmə ilə əlavə edeyim. Bir Samir doktor dedi, bizdə olan o əməliyyatxanaya ki, o transfer sisteması var orada. O çox özəllikləri var. Ümumiyyətlə, İbrahim, mən bunu deməyə bilmərəm. Bu bayaqdan mən ümumi məlumatlı deyirəm. Amma bəzi bizim qürur hiss elədiyimiz bir məqamlar var ki, misal üçün bizim mərkəzdə əməliyyatxana və reanimasiya olan o SNG-də elə bir şey yoxdur və Avropa ölkələrində mən deyərdim ki, çox tək-tək o cür, yəni həm funksional, həm də ki, təminatına görə, yəni ki, ən müasir avadanlıqla təmin olunmuş. Və onu qeyd eləmək istəyirəm ki, mənim qarşımda bax, 2 kataloq var. Bu, Avropada qəbul edilmiş bu ilin son kataloqlarıdır və deməli, bu kataloqda gördüyünüz kimi bizim reanimasiya şöbəsinin görüntüləridir bu. Bunlar və birində də demək bizim əməliyyat otağının, bir əməliyyat otağını artıq Avropada kataloqa örnək olaraq bir nümunə kimi artıq belə olmalıdır. Bu nümunə kimi bax bu ilin Avropa kataloqlarında bax bu nümayiş olundu, elə etdirib. Və biz bunu ilə fəxr eləməyə bilmərik. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun, Samir həkim, siz nəsə demək, əlavə eləmək istəyirsiniz? 10 il bundan qabaq hardaydıq, 10 il sonra hardayıq. Mövzumuzu belə başlamışdıq.
10 il bundan əvvəl Azərbaycanda uşaq onkologiyası ilə müalicə olunan uşaqların sayı ya 0 olardı, ya 1 olardı. Bugün Azərbaycanda uşaq onkologiyası üçün istifadəyə verilmiş yeni korpusumuz var və orada çarpayı sayı 1-2 deyil, kifayət qədər 60-a yaxın 60 çarpayı. 60 çarpayıdır və artıq onkoloji xəstəliyə düçar olmuş uşaqlarımız xarici ölkələrə getməyə ehtiyacı duymurlar. Bu çox böyük bir sosial bir problemdir ümumiyyətlə onkoloji xəstə uşaqlar. Və məsələnin bir tərəfi var ki, bayaq Azad mənim qeyd elədi, mən xüsusi olaraq qeyd eləmək istəyirəm ki, uşaq onkologiyasının təminatı, təsisatı ümumi onkoloji xəstələrin təminat və təsisatından fərqli bir sferadır. Söz yox, onkologiya onkologiyadır, amma çox spesifik bir sahədir. Və bu sahə bugün Azərbaycan dövlət tərəfindən xüsusi diqqət və qayğı alınmış bir sahədir. Bizim keçən bu ilin iyun ayının birində uşaqların ümumi günü həsr olunmuş uşaq onkologiyasına diqqəti bir daha cəlb elədiyimiz böyük bir tədbir planımız da olmuşdu. Və məsələnin diqqəti bir daha 10 il sonra biz hardayıq, ona çəkmək istədim. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram studiyamıza gəldiyinizə görə. Xatırladıram ki, studiyamızın bugünkü qonaqları Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Əbdülrəhimov, Ümumi Onkologiya Şöbəsinin müdiri Samir Qurbanov, Abdominal Onkologiya Şöbəsinin müdiri Niyazi Əskərov və Biokimiya Laboratoriyasının rəhbəri Ali İhsan Qaradəniz və nəhayət Hollandiyadan dövlət xətti ilə dəvət olunmuş konsultant professor Rudolf Kraus idi. Biz onlarla Azərbaycanda onkologiyanın bugünü, imkanları və perspektivləri haqqında mövzu ətrafında danışırdıq. Sağ olun, növbəti görüşə qədər.